Ardını davam edək. Deməli, bir var, deyirəm ki, onu birə vur. Burada bir rəqəmdir. A-ədə yönükar şəkilsi. Bir də deyirəm ki, evdə birə var. Bunun kökü birədir. Baxın, kökünə görə, başlanğıc formasına görə fərqləndir. Bunun başlanğıc forması 1-dir, bunun başlanğıc forması 1-ədir. Və yaxud da ki, yara deyirəm, eləmi? Deyirəm ki, əlimdə yara var. Baxın, yarmaqdan yara yaranır. Başlanğıc forması yardır. Mən amonimi tapanda onun başlanğıc formasına baxacağım və yadda saxlayın. Başlanğıc formaya leksik şəkilçi daxildir. Sonra bir də deyirəm ki, yaramaq mənasında. Yaramaq, bir işə yaramaq mənasında. Bu sadədir. Başlanğıc forması elə yaradır. Baxıram ki, deməli, bu mənada amonim gedəcək. Çünki başlanğıc formaları eynidir. Bunun üçüncü bir mənası var. Deyirəm ki, sözümü yara de. Sözün kökü yardır, A-ədəki qrammatik şəkilçidir. Başlanğıc forması yardır. Baxın, bunun başlanğıc forması yarı oldu. Bunun da başlanğıc forması yarı oldu, yaramaq feilinin. Amma burada gəldim, bunun başlanğıc forması yar sözüdür. Görürsünüz? Başlanğıc formaları fərqləndi. İndi mən buna necə amonim deyim? Başlanğıc formaları eyni deyil axı. Yazılışları eyni deyil. Deməli, mən buna amonim deməyəcəm. Və yaxud da ki, keçək xüsusi isimlərimizə. Xüsusi isimlərimiz, deməli, amonim olmayacaq. Nəyə görə? Çünki, məsələn, Yasəmən adını götürək. Yasəmən çiçəyin adıdır. Mən o adı götürmüşəm, insana qoymuşam. Bitdi, getdi, bu qədər. Yəni, burada nə məna fərqi yaranır ki? Mənaları eynidir axı. Amma amonimin məna tayları tamamilə fərqli olmalıdır. Və yaxud da ki, Nərgiz deyirəm, eləmi? Çiçəyin adıdır da. Götürmüşəm, insana adı qoymuşam, insana vermişəm bu adı. Nə olub ki, yəni, nə məna fərqi oldu ki? Heç bir məna fərqi olmadı axı. Baxın, mənalar fərqlənmədiyinə görə xüsusi isimlər, deməli, nədir? Bunlar deməli, amonim olmayacaq. Və yaxud da ki, mehriban deyirəm də. Bu da adam adıdır, xüsusi isimdir, eləmi? Bu mehriban, deməli, bunun ikinci mənası nədir? Sifətdir. Mehriban insan mənasında. Mehribanlıq mənasında da. Deməli, onu da götürmüşəm, mehriban sözünü, sifəti, xüsusi isim formasını insana ad vermişəm mən. Yəni, burada heç bir məna fərqi olmadı. Yəni, eyni mənadır da, eyni mehriban mənasını bildirir. Və yaxud tələffüzdən görə fərqlənən sözlər var idi. Bunlar yadınızda olar. Yeni keçmişik. Əyandır, nərədir, bəzəndir, davadır. Tələffüzü də eyni olmalıdır, amma eyni olmadı. Tələffüzü fərqləndi. Mən buna necə amonim deyim? Ona görə biz bunlara amonim demiş olmayacağıq. Sonra diqqət edirik nəyə? Bəzi sözlər həm yerinə görə amonim ola bilər, həm də amoqraf ola bilər. Bunlar daha çox hansı sözlərdir? Məsələn, baxın. Qoyun sözünün 3 mənası var. Bir heyvan mənası var, heyvan. Bir qucaq mənası var. İki mənada başlanğıc formu eynidir. Buruğu eynidir, yazılış eynidir. Amma bir mənasında əmr şəklini desəm, qoyun, əşyaları masaya qoyun. Baxın, əmr elədim. Artıq burada sözün kökü qoydu. Başlanğıcı qoydu. Ondakı əmr şəklinə aid olan qrammatik şəkilçidir. Qrammatik şəkilçi başlanğıc formaya daxil deyil. Bu zaman deyəcəm ki, mən bu üçüncü mənasında artıq amoqrafdır. Amoqrafdır və bu amonim deyil. Amoqraflar amonim yaratmır. Sonra alın sözü. Bunun da 3 dənə mənası var. Bir insanın alını mənasında, bir alınmaq, incimək mənasına feildir. Hər birində sözün kökü də, başlanğıcı da alındı. Amma bir də deyirəm ki, əmr edirəm. Deyirəm, alın, bunları alın. Deməli, burada oldu, sözün kökü, başlanğıc forması al, ındakı qrammatik şəkilçidir, başlanğıc formaya daxil olmayacaq, amoqraf olacaq. Sonra düyün sözü var, toy mənasında sözün kökü də, başlanğıcı da düyündür. Deməli, bir də var ki, düyün mənasında, düyməkdən düyün yaranır. Sözün başlanğıc forması düyündür, kökü düydür. İpləri bir-birinə bağlayırıq, düyün yaranır, o mənadadır. Bir də var deyirəm ki, bunları düyün, yəni burunda, o mənada deyirəm. Artıq sözün kökü düy olacaq, başlanğıc forması düy olacaq, öndəki qrammatik şəkilçi olacaq və bu fərqləndi. Və görürsünüzmü? Bunlar fərqləndiyinə görə mən bunlara deməli nə deməyəcəm? Amoqraf deməyəcəm. Vurğusuna görə fərqlənən sözlərdir. Deməli, bu fe'l olanda düy olur.
Həmçinin başlanğıc forması da fərqlənir. Amma deməli, ip mənasında, toy mənasında ünün üstünə düşəcək. Bu vurğusuna görə fərqlənən sözlərdir. Sonra bax qoyunda da bura düşdü vurğu fərqləndi. Görürsünüzmü? Həmçinin başlanğıc formaları da dəyişdi. Sonra var burada amoforumlar var. Amoforumlar nədir? Başlanğıc formasına görə fərqlənən sözdür. Məsələn, bayaqki sözləri elə nümunə kimi göstərə bilərəm. Əsər sözünə baxaq. Bir var hekayədəki, romandakı əsər. Bir var əsər nişan mənasında, əlamət mənasında. Hər birində sözün kökü əsərdir. Oldu mu? Amma sözün başlanğıc forması əsərdir. Həmçinin onun kökü də. Bir də var deməli, deyirəm ki, külək əsər, əsmək feilidir burada. Sonra bunun başlanğıc forması əsdir, qrammatik şəkilsi ar-ərdir. Bunlar artıq başlanğıc formasına görə fərqlənir. Vurğuları hamısında eynidir. Amma başlanğıc formasında birində əsər sözüdür, birində əsmək feilidir. Fərqləndiyinə görə buna mən amoform deyəcəm. Yəni başlanğıc forması fərqlənən söz. Qazana baxaq. Bu yemək bişirdiyimiz qazan, qab mənasında, qazanmaq feili mənasında. Sözün deməli başlanğıc forması qazandır. Amma mən yer qazan desəm, qaz sözün kökü olacaq. An əndəki feil sifət şəkilsi, qrammatik şəkilçi olacaq. Başlanğıc forması qaz olacaq. Artıq fərqləndi və görürsünüzmü? Qazan hara, qazmaq hara. Və gördüyünüz kimi fərqləndiyinə görə mən buna amoform deyəcəm. Başlanğıc forması fərqlənən sözlər amoformlar demiş olurlar. Belə, bir də nəzər yetirsək, bunlar haqqında, hər biri haqqında sizə mən artıq məlumat verdim. Çox mənalılarla nə ilə fərqlənir, onu da izah etmiş oldum. Bir də bir şey də qeyd eləmək istəyirəm mən sizə. Deməli, elə sözlər var ki, yerinə görə həm çox mənalı olur, həm də amonim olur. Yəni, deməli, çox mənalı olanda həqiqi mənalarına baxın. Yox, üzr istəyirəm. Çox mənalı olanda məcazi mənasına baxın. Çünki çox mənalılıq yalnız məcazi mənada olur. Onun bir tayı həqiqi, digər tayı mütləq məcazi olmalıdır. Amma amonimi axtaranda onun hər iki tərəfin həqiqi olmasına diqqət yetirmiş olun. Deməli, baxaq, burada indi məsələn, baxaq görək hansı sözlərə. Quru sözünə baxaq. Quru sözü həm çox mənalı, həm də amonim olur. İndi baxaq amonim mənasına. Deyirəm ki, quru odun, həqiqi mənada, həqiqətən də quru odun olur da. Bir də var, qurumaq deyirəm, bu da həqiqi mənada, feildir. Yəni paltarın quruması mənasında. Bir də deyirəm ki, quru adam, o heç kimə yanaşmayan adam olur, ona quru adam deyirlər. Orada artıq çox mənalı oldu. Bunun üçüncü mənası məcazidir. Baxın, bu iki mənada, bir həqiqi, bir məcazi çox mənalı, iki dənə həqiqi məna amonim olacaq. Və yaxud da ki, at sözünü götürək də, hə? Bunun amonimini axtaraq. At desəm, atmaq mənasında feil olar. Sonra, heyvan mənasında isim olar. Və görürsünüz, fərqləndi bunlar. İkisi həqiqi mənadadır, məna tayları da fərqlidir. Bir də deyirəm ki, söz atmaq. Birinə gedirlər, sözü atırlar, dava çıxarırlar. Olur məcazi mənada. Gördünüzmü? Bir həqiqi, bir məcazi çox mənalı, iki həqiqi amonim olmuş olacaq. Və yaxud da ki, hansı sözü götürək? Biz yol sözünü götürək. Yol sözünü. Məsələn, yol sözündə deyək ki, burada boşluq var, bura yazaq. Yol sözü yazıram bura. İndi bunun həqiqi mənasını tapaq. Yol desəm, yəni gedilən yol, isim olar. Və yaxud da ki, yolmaq desəm, feil olar, amonim olar. İki dənə həqiqi məna tapdım. Sonra məcazi mənasını tapım. Üçüncü bir mənası da var axı bunun. Deyirəm ki, həyat yolu. Aha, burada oldu. Artıq məcazi mənada. Həyat yolu nədir? Aha. Sonra, başqa görək hansı sözlər sizə mənalı olar, maraqlı olar. Bəlkə tut sözünə baxaq, hə? Tut, baxın. Tut deməli necə olar? Tut sözünə baxaq. Bir var tutmaq mənasında feildir, fərqləndi və görürsünüz. Bir də var isim mənasında tut, yediyimiz meyvə. Bir də var deyirəm ki, sözü tut. Yəni hər hansı bir söz danışır, söhbəti tut, sözü tut deyirəm. Bu da oldu məcazi mənada. Gördünüzmü? 3 mənası var. 2 həqiqi mənasında amonimdir. Bir dənə məcazi mənasında artıq çox mənalı olacaq. Frazoji birləşmələr hətta çox mənalıya aid edə bilərsiniz. Baxaq görək, başqa nəsə qaldı mı? Mən fikrimcə heç bir şey qalmadı. Hər bir şey isə tam formada izah etdim.
Yenə də nəsə bir sualınız olsa, qaranlıq qalan bir məqam olsa, qrupda yazıb məndən soruşa bilərsiniz. Oldu. Sağ olun.